mərkəzində 3 otaqlı ev, 2 dənə obyekt. Obyekt təsəvvür edir ki, sənə hər ay 1000 manat xeyir verir. 2 dənə də obyektim var. Biri moyka kimi fəaliyyət göstərir, biri isə bir mağaza kimi fəaliyyət göstərir. Və nəzərinizə çatdırıram ki, bir dənə gəl yaxına. Həyətimiz tam olaraq 3 otaqdan ibarətdir və yuxarı nə qaydada hazırlanıbsa, aşağı da eyni qaydadadır, santimetrlərinə qədər. Və bu da ikinci obyektin altıdır. Buranı da çək, zəhmət olmasa. Bu da ikinci obyektin altıdır. İndi keçək evlə tanış olaq. Evin ümumi sahəsi 3 sotdur. Həyətimizdə sauzeri, yəni hamam tualeti və nəzərinizə çatdırıram ki, evimiz kürsülüdür. Belə bir balkonda pomşenisi var. Keçək evlə tanış olaq. Və evə daxil olan kimi belə bir dənə zalımız yerində. Burada bir dənə belə bir spalnimiz var. Zəhmət olmasa spalniyə keç. Və bu da bizim ikinci spalnimiz. Bu da bizim ikinci spalnimiz. Və kuxnamız. Tam olaraq 3 otaqdan ibarət idi. Evimizi göstərin, keçək obyektlərə baxaq. Birinci obyektimiz moyka kimi fəaliyyət göstərir. Düz yolun kənarındadır. Evlər Həkə prospektinin düz yolun üstündədir. Bu birinci obyektimiz. Bu bizim növbəti ikinci obyektimizdir. Seh kimi fəaliyyət göstərir. Bu da düz yolun kənarındadır. Və moykadan və bu sehimizdən həyətə çıxış var. 147 minə 3 otaqlı mənzil, qardaşım mənim. Bax, 2 dənə obyekt, 3 sotunda içində evin çıxarışı yerindədir və qeydiyyata düşmək olur. Yenə də deyirəm, hər ay təsəvvür edin ki, 2 obyekt sənə hər ay 1000 manat pul verir. Ev alırsan, hər ay pul qazanırsan 1000 manat. Diqqətiniz üçün təşəkkürlər. Allah alana da, satana da xeyirli eləsin və nəzərinizə çatdırıram ki, aşağı-yuxarı bir şey eləmək olar.